Sən kəbin kəsdirmisən bugün. Bu, dul arvatla, düzdür. Akşam da aramızda iş olmayıb, toxunmamısan. Olmayıb, toxunmam. Hə. Səhərsi gün gelib qardaşına deyirsən ki, bunun qızını da alacağım. Ola bilər böyle bir şey kardeşlerim. O cevap veren de düz verir. Belə bir şey. İkisini bir yerde demir. Analarınıza əgərlər... Görsən düz deyir. İkisini bir de yerde demir axı. Boşanandan sonra söhbət gedir. Yani boşandıqdan sonra sen Allah Taala şəriət icazə verib. İndi biz o ayetin izahını verəcəyik. Baxın, ayetin bu hissəsi də əsas. Yaxınlıq etdiyiniz qadınlarınızın himayəsində olan ögey qızları. Görün sonra nədir? Yox, əgər o qadınlarla yaxınlıq etməmişsinizsə, onda ögey qızları ilə evlənməyiniz sizə günah deyildir. Baxın, dəyərli dinləyicilər, qısa bir izahla sizə izah verim ki, adi görürsən ki, dünyavi həyatda da insan hər hansı bir qadından xoşu gəlirsə, görürsən, o ilə nişanlanır, kəbinlənir. Hətta elə olub ki, görürsən, zaks olunub belə, lakin toya yaxın müddətdə yola getməyiblər və yaxud da hər hansısa bir ciddi səbəbdən ayrılıq baş verib. Yəni aralarında heç bir şey olmayıb, lakin nişan, kəbin hamısı olub, lakin heç bir yaxınlıq olmadan nədir? Bunlar ayrılıbla, boşalıbla gediblər və salam. Şəriətdə də bu məsələlər belədir, qardaşlarım. Şəriətdə nikahın tam olması üçün, qadın və kişinin bir-biri ilə yaxınlığından gedir söhbət. Yaxınlıq olubsa, artıq nikah nədir? Nikah tam olaraq tam sayılır. Həmçinin də alimlər bunu necə izah edirlər? Birinci hal haram olan haldır. Hansı ki alimlər deyirlər ki, əgər sən bir qadınla nikah bağlamısansa və onunla yaxınlıq etdin. Baxın, izaha baxın qardaşlarım. Qadınla nikah bağladın. Sonra onunla nə etdin? Yaxınlıq etdin. O qadının əvvəlki ərindən oğlu qızı sənə əbədi olaraq haram sayılır. Və salam, sən ona evlənə bilməzsən. Çünki səninlə artıq onun arasında ögey ata, ögey qız münasibəti yaranır. Ata-qız münasibəti yaranır. Mümkün deyil. Şəriət qayda olub ki, əgər yaxınlıq baş verdisə, artıq o qadının başqa bir kişidən olan qızı sənə nədir? Haramdır. Və salam. Artıq o qadın, o uşaq sənin yanında başını da aça bilər böyüyəndən sonra. Şəriət sənə bunu izin verir. İkinci hal bu məsələdə nədir? Sən bir qadınla nikahladın. Heç bir yaxınlıq bax diqqətlə qulaq, heç bir yaxınlıq olmadan, bayaq dediyim misal, nişanlısan, kəbinlisən, nə bilim zaksu, toya yaxın ayrıldınız. Və burada da deyir ki, bir qadınla yaxınlıq etmədən boşandınsa, ayrıldınsa, o qadının qızı sənə nədir? Haram olmur. Yəni müəyyən bir müddətdən sonra qız sən şəriət icazə verir ki, ailə qura bilərsən. Çünki sən o qadının anası ilə nədir? Yaxınlıq olmayıb. Bu şəriət bunu sənə izah edir. Lakin bu çirkin ağlı ilə nə deyir? Qardaşlarım, bu cürlə yalancılara, şarlatanlara aldanmayın. Dininizi öyrənin. Dininizi oxuyandan sonra, öyrənəndən sonra Allah ki, bunlar sənə nəysə danışanda sən bunun danışıqlarını nağıldan başqa bir şey zənn etməyəcəksən.